Salam, hörmətli tamaşaçılar, efirdə xəbərlər informasiya proqramıdır. Studiyada sizin üçün Turac İbrahimova işləyir. Əldə etdiyimiz məlumatlara görə mayın 26-sında Müstəqillik günündə Tbilisidən Bakıya beynəlxalq sərnişin qatarı fəaliyyətini bərpa edəcək. Covid-19 pandemiyasından sonra Gürcüstan və Azərbaycan quru sərhədləri bağlanaraq iki qonşu ölkə arasında insanların gediş-gəlişini və turizm fəaliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Əhalinin böyük bir hissəsi Bakı-Tbilisi qatarının fəaliyyətinin bərpasını dəstəkləyərək bunu təkcə nəqliyyatın bərpası kimi deyil, həm də dostluq və əməkdaşlıq yolu kimi görür. İlk qatar Tbilisidən Bakıya mayın 26-sında, Bakıdan Tbilisiyə isə mayın 28-də Azərbaycanın müstəqilliyi günündə yola düşəcək. Əlbəttə ki, yaxşı olar, hər iki tərəfədən yaxşı olar gediş-gəlişdə. Gözüm bilirsiniz, quru yol bağlıdır, gediş-gəliş çətindir. Kimin imkanı var, bilet alıb, ya da samolyotla uçurlar. Kimin yoxdur, məsələn, ölüsü var, dirisi var, toyu var, xeyri şəhəri var. Açılsa daha gözəl olar. İnşallah bilet də yəqin ki, münasib qiymət olar. Laf rəyimizcə, laf gözəl, nə çər lazımdır, elə də olsun. Bir gedək gələk. Nəyə görə sizin kiminiz var orada? Ona görə ki, bizim hamının orada qohumları var. Həkimlər var. Çox yaxşı olar. Biz bunu çoxdan gözləyirdik, ancaq çox gözləyirlər. Nəyə görə yaxşı olar? Yer gəlir. Bizim qohum Qarabağ başladı, başdan ki, buradadır, yer gələ bilmirik. Ona görə çox yaxşı olacaq. Kəş düzələr. Ona görə ki, rahat qalır, gedər, gələr də nə? Samolyotla gedirlər 200 manata bunlar, indi yan o qiymət olmaz. Çox gözəl olar. Marneuli Bələdiyyəsində 2021-ci ildən tələbələr proqramı həyata keçirilir. Bu proqram əsasən iki istiqamətdə maliyyələşir. Proqram təhsil ocağına gediş və dönüş xərclərini ödəməyi, həmçinin müvəffəqiyyət qazanan tələbələrin maddi həvəsləndirilməsini birləşdirir. Bələdiyyə xidmətindən sosial cəhətdən həssas, xüsusi ehtiyacları olan və akademik uğur qazanmış tələbələr istifadə edirlər. Benefisiarlar ayda 50 lari məbləğində yardım alırlar. Bundan əlavə, hər il yerli hökumət fərqlənən tələbələri bir dəfəlik 1000 lari ilə mükafatlandırır. Məlumata görə bu il artıq 3 gənc bu mükafata layiq görülüb. Qeyd edək ki, proqramdan istifadə nisbəti dəyişib. 2024-cü ildə proqramda 60 tələbə iştirak etdiyi halda 2025-ci ildə onların sayı 54-ə düşüb. Marneuli Bələdiyyəsinin büdcə proqramının gənclərə dəstək bəndinə əsasən bələdiyyəmiz iki proqramı maliyyələşdirir. Bu, tələbələrin universitet üçün yol xərcləri və fərqlənən tələbələrin həvəsləndirilməsi proqramıdır. Fərqli kateqoriyalı tələbələrə 10 ay ərzində hər ay nəqliyyat pulu kimi 50 lari verilir. 2024-cü ilin məlumatlarına görə bu proqramdan 60 tələbə istifadə edib. 2025-ci ildə isə 54 tələbə proqramdan yararlanıb. Qeyd etmək lazımdır ki, yaxşı oxuyan uşaqlar da bizdən maddi dəstək alırlar. Hazırda 3 tələbəyə 1000 lari mükafat təqdim edilib. Gürcüstanın baş nazirinin sədrliyi ilə iclas keçirilib. Baş nazir iclasın əvvəlində iştirakçılara uğurlar arzulayıb. O, həmçinin Gürcü cüdoçularını Avropa çempionatının qalibi olmaları münasibəti ilə təbrik edib. Onlara gələcək yarışlarda uğurlar arzulayıb. İrakli Qobaxidze mart ayında iqtisadi artımdan da danışıb. Baş nazir turizm sektorundakı müsbət dinamikanı da şərh edib. Hökumət başçısının sözlərinə görə beynəlxalq ziyarətçi xərcləri bu ilin birinci rübündə ötən ilə müvafiq dövr ilə müqayisədə 8,3% artıb.
Mən hökumətin iclasında ilk dəfə iştirak edən yeni nazirlərimizi Pata Salyanı, Qaxa Quledani və Revaz Suxadzeni salamlayıram. Hər birinizə çox məsul vəzifənizdə uğurlar arzulayıram. Daxili İşlər Nazirliyi və çağırışa əməl edən hər bir polis əməkdaşı olmasaydı, nə sabitliyi qoruya bilərdik, nə də yüksək iqtisadi artım rəqəmlərini qoruya bilərdik. İqtisadi komanda ilə yanaşı təhlükəsizliyimizə cavabdeh olan qurumlar hər şeyə cavabdehdirlər. Sülh, təhlükəsizlik və sabitlik olmadan iqtisadi tərəqqi də ola bilməz. Son bir neçə il ərzində hansı proseslərdən keçdiyimizi xatırlayırsınızmı? Əgər Daxili İşlər Nazirliyi, nazir, hər bir polis əməkdaşı ən yüksək çağırışa tab gətirməsəydi, biz sabitliyi qoruya bilməzdik və belə iqtisadi artım rəqəmləri də olmazdı. Cənab Vaxtanga bir daha təşəkkür edirəm. İqtisadi komandaya da təşəkkürümü bildirirəm. Ölkənin gələcək inkişafı üçün əlimizdən gələni etmək bizim borcumuzdur. Təəssüf ki, konkret adamlar məqsədli şəkildə ölkədə mənfi gözləntilər yaratmağa çalışırlar. Xoşbəxtlikdən onların nə proqnozları, nə də planları həyata keçmir. Yadınızdadırmı, bizim siyasi oponentlərimiz Gürcüstanda iqtisadi böhranın olacağını proqnozlaşdıraraq cəmiyyətdə ölkə iqtisadi böhrana doğru gedir deyə belə bir təsəvvür yaratmağa çalışırdılar. Yanvarın 17-sində onların nümayəndələrindən birinin 3 aydan sonra dollara nisbətdə məzənnənin 3.1 civarında olacağını bildirən şərhini xatırlatmaq istərdim. İndi 3 aydan da biraz artıq vaxt keçib. Lernin kursu isə 2.75-də qalır. Keçmiş siyasətçi və hazırda ekspert kimi çalışan şəxs tərəfindən iqtisadiyyatda 2%lik azalma proqnozlaşdırılmışdı. Artıq qeyd edildiyi kimi birinci rübdə bizdə 9.3% iqtisadi artım var, amma 6%dan yuxarı inflyasiya proqnozlaşdırılmışdır. İnflyasiya da optimal diapazondadır. Vergi daxil olmaları planının yerinə yetirilməyəcəyindən də söhbət gedirdi və gördüyünüz kimi bu plan birinci rübdə 120 milyonlardan çox, yəni artıqlanması ilə yerinə yetirilib. Çox üzücüdür ki, konkret adamlar bilərəkdən ölkədə mənfi gözləntilər yaratmağa, nihilizm səpməyə çalışırlar. Bunun konkret siyasi səbəbləri var. Bu konkret adamların bizim siyasi rəqiblərimizin yerinə yetirdiyi bir sifarişdir. Xoşbəxtlikdən nə proqnozları özünü doğrudur, nə də planları həyata keçirilir. Biz bu cür insanların deyil, cəmiyyətimizin gözləntilərini doğrultmaq üçün hər şeyi edəcəyik. İqtisadiyyatın mümkün qədər tez böyüməsi, əlavə yeni iş yerlərinin açılması, işçilərin əmək haqqının artması cəmiyyətimizin maraqlarına uyğundur. İqtisadi artımın davam etdirilməsi üçün bütün istiqamətlərdə səylərimizi əsirgəməyəcəyik. Mart ayında iqtisadi artım 9%-ı təşkil edib və birinci rübün ümumi göstəricisi 9.3% qalxıb. Həmçinin birinci rübdə vergi daxil olmaları planı nəzərdə tutulduğundan 120 milyonları çox yerinə yetirilib ki, bu da iqtisadi artımın nəticəsidir. Əldə olunan nəticələrə görə hökumətin iqtisadi komandasına təşəkkür etmək istərdim. Əsas prioritetlərimizdən biri ölkənin iqtisadi inkişafını təmin etməkdir. Bu istiqamətdə hələ çox iş görməliyik. Biz iqtisadi artımı daha da sürətləndirmək üçün çalışmaqda davam edəcəyik. Gürcüstan Cüdo komandasını Avropa komanda çempionatında qazandıqları qələbə münasibəti ilə təbrik edirəm. Bu, Gürcüstan idmanının bugün keçdiyi uğurlu mərhələnin davamıdır. Biz bu uğur hekayəsinin gələcəkdə də davam etməsi üçün əlimizdən gələni edəcəyik. Cüdoçularımızı həm fərdi, həm də ən əsası komanda şəklində əldə etdikləri böyük uğur münasibəti ilə təbrik etmək istərdim. Onlar böyük qələbə qazanaraq Avropa çempionu oldular. Birinci rübdə keçən illə müqayisədə beynəlxalq ziyarətçi xərcləri 8.3% artıb. Turizm iqtisadiyyatın necə performans göstərdiyini göstərən göstəricilərdən biridir. Turizm sahəsində yaxşı məlumatlarımız var. Beynəlxalq ziyarətçi xərcləri bu ilin birinci rübündə ötən ilin birinci rübü ilə müqayisədə 8.3% artıb. Turizm iqtisadiyyatın mühüm sahəsidir və bundan əlavə turizm iqtisadiyyatın necə işlədiyinin ifadələrindən biridir. Və bu sahədə də müsbət dinamikamız bizi sevindirir.
Seçki administrasiyası gənclərin seçki məsələləri ilə bağlı maarifləndirilməsi və biliklərin artırılması məqsədi ilə onlarla görüşləri davam etdirir. Axmeta Bələdiyyəsinin Duisi kəndində Gənclər Agentliyi ilə əməkdaşlıq çərçivəsində məlumat xarakterli görüş keçirilib. MSK sədri seçkilərin tarixi, seçicilərin rolu və seçici hüquqlarından geniş danışıb. Seçkilərdə ilk dəfə iştirak elektron seçki texnologiyalarının tətbiqi və onların üstünlüklərini xüsusi vurğulayıb. Gənclər oktyabrın 4-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla bağlı da məlumat alıblar. Seçki administrasiyası Gənclər Agentliyi ilə əməkdaşlıq edərək gələcəkdə də gənclərlə görüşləri davam etdirməyi planlaşdırır. Bələdiyyə seçkilərinin yaxınlaşması ilə əlaqədar tez-tez məlumat xarakterli və təhsil yönlü görüşlər keçirilir. Bugün Duis kəndindəyik. Gənclər Agentliyi ilə əməkdaşlıqla gənclərlə və məktəb şagirdləri ilə görüşdük. Onlara vətəndaşlar üçün böyük əhəmiyyət kəsb edən yerli seçkilər haqqında məlumat verdik. O cümlədən seçki texnologiyalarından istifadə, yalan məlumatın təsirindən, seçkilərin şəffaflığı və keyfiyyətindən danışdıq. Agentliklə əməkdaşlıqla bölgələrdə və paytaxtda bu tip görüşlər davam edəcək. Axmeta Bələdiyyəsinin Duis kəndində Gənclər Agentliyi tərəfindən elan olunmuş müsabiqənin qalibləri ilə görüşdük. Qrant müsabiqəsinin əsas məqsədi gənclərin iştirakı barədə məlumatlandırılmaları idi. Biz də öz növbəmizdə Mərkəzi Seçki Komissiyasının rəhbəri ilə əlaqə saxladıq. Xahiş etdik ki, gəlsin gənclərlə seçki prosesi barədə daha ətraflı söhbət aparsın. Çox maraqlı görüş alındı. Gənclər Agentliyi bu tip görüşləri davam etdirəcək. Mən bugün seçkilərdə iştirakla əlaqədar olan görüşdə iştirak etdim. Növbəti seçkilərdə mən də iştirak edəcəm deyə bu görüş mənim üçün maraqlı idi. Eyni zamanda gənclər üçün nəzərdə tutulan layihələr barədə məlumat aldım. Gənclər Agentliyinə və Mərkəzi Seçki Komissiyasına təşəkkür edirəm. Fındıq bağı olan fermerlər üçün fevral ayından başlayan Dövlət Fındıq İstehsalı proqramı 2025-ci il mayın 16-sına dək davam edəcək. Proqramdan sahibkarlığında yaxud həm sahibkarlığında ümumi sahəsi ən az 2000 kvadrat və maksimum 3 hektar fındıq bağı Gürcüstan vətəndaşlığı olan fiziki şəxs istifadə edə bilər. Subsidiyanın məbləği 1 hektar fındıq bağına görə 500 larini müəyyən edilib. Proqramda iştirak etmək istəyənlər Kənd İnkişafı Agentliyinin regional idarələrinə müraciət etməlidirlər. Fermer əvvəlki illərdə fındıq bağını katastrda qeydiyyata almış olsa belə, bağların fındıq katastrında qeydiyyata alınması prosedurundan keçmək lazımdır. Liberty Bankın aqrokartında müvafiq ballar toplanaraq proqramda iştirak edən şəxslərə subsidiyalar verilir, xallar mərhələlərlə toplanır. Bu il mayın 16-sına kimi proqrama qatılmaq mümkündür. Maraqlanan şəxsin sahibkarlığında yaxud həm sahibkarlığında fındıq bağı olmalıdır. Bağın həcmi ən az 2000 kvadrat metr, ən böyük isə 3 hektar olmalıdır. Əgər proqrama qatılarlarsa 1 hektara 500 lərlik subsidiya əldə edə biləcəklər. Subsidiyanı, yəni məbləği Liberty Bankdan almaq olar. Fermer bu məbləğ ilə istifadə etmək üçün alətlər əldə edə bilər. Artıq 2 ildir Marneolidə fermerlər bu proqrama qeydiyyata düşürlər. Bu il qeydiyyat 2 mərhələ ilə keçirildi. Qardabanda yuxarı sinif şagirdlərinin direktorla birlikdə hazırladığı dövlət məktəbinin layihəsi artıq bir ildir ki, nömrəli ictimai məktəbin məktəb direktorunun təşəbbüsü ilə Jurnalistika Dərnəyi yaranıb. Klubun təşəbbüsü ilə ayda bir dəfə məktəb qəzeti nəşr olunur. Şagirdlər qəzetin yaradılmasında və tərtibatında fəal iştirak edirlər. İdeya
Diyək, çemi იყო, იმიტომ Xüsusi istedadları ilə fərqlənən uşaqları klublara cəlb etmək istədim. Onlar üçün qeyri-adi gələ biləcək bir şey düşünməli idim və qəzet çıxarmağa qərar verdim. Çünki yeniliklər barədə onlara məlumat vermək önəmlidir. Yenilikləri onlar yazıb hazırlayırlar. თავდაპირველად ჩვენ გვაქვს ჩვენი ჯგუფი Kluba daxil olan uşaqlar ilk növbədə öz ideyalarını irəli sürürlər, öz rubrikalarını açırlar. Mən öz növbəmdə dizayn hazırlayıram. Hər səhifəni fərqli dizaynda düzəldirəm. Qəzet məktəb xəbərlərini, krossvordları, şagirdlərdən birinin yazdığı nağılları, habelə ölkədə baş verən aktual hadisələri, onların yaşlarında olan yeniyetmələr üçün maraqlı və aktual olan məlumatları dərc edir. Yer kürəsi həftəsi çərçivəsində Marneuli Meriyasının Gənclər Şurasının təşəbbüsü və təşkilatçılığı ilə bu şənbə saat 18:00-da Marneuli Mədəniyyət Mərkəzinin zalında film nümayişi keçiriləcək. Tədbirdə iştirak pulsuzdur. მარნეულის munitsipalitetis bazası Marneuli bələdiyyəsinin bazasında yaranmış Gənclər Şurasının təşəbbüsü ilə ətraf mühitin mühafizəsi həftəliyi çərçivəsində mayın 3-də axşam saat 6-da rejissor Andrew Stanton tərəfindən çəkilmiş animasiya filmi nümayiş olunacaq. Hər kəsi, gəncləri gözləyirik. Orada həm də ətraf mühitdən bəhs edən broşur paylanacaq. Bu il Gürcüstan Əmək Məcəlləsi ilə müəyyən edilmiş bayramlara uyğun olaraq 9 may faşizm üzərində qələbə günü və 12 may Müqəddəs Andreyanın anım günü ilə əlaqədar məktəblərdə və uşaq bağçalarında təlim və tədris prosesi dayandırılacaq. Belə ki, həftə sonu da daxil olmaqla tələbələr və şagirdlər 4 gün istirahət edəcəklər. Dərslər həmişəki kimi mayın 13-də bərpa olunacaq. Bu mənim əlimdə olan son məlumat idi. Hörmətli tamaşaçılar, sabah eyni vaxtda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. ჩიკოვიდა თქვენი პატარას მეგობარი პირველივე წუთებიდან. სწრაფად იწევს სიტყვას